Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və şədən la ilahe illallah vəhdəhu la şərikə ləhu və təvəlləs salihin. Və şədən Muhammedən abduhu və rasuluhu. Və sallallahu aleyhi və səlləm və salətən və sələmən daimin və mütələzimin ilə yevmiddin. Allahümme enfa'ni və əlləmtəni və əllimnə və yənfa'ni və zidni ilmə. Sonra şeyx rahiməhullah bir bab açır. Mən madmada minəs-səviqi və ləm yətəvadda. Sıyıq yedikdən sonra yalnız ağzını yaxalamayan kimsə, yəni gətirir ki, kim ki yemək, misal olaraq bir yeməyin adını gətirir, sıyığı, onu yedikdən sonra ağzını yaxalamayan kimsə haqqında belə bir bab açır. Gətirir ki, Nu'man radiyallahu anh deyir ki, xaricə mə Rasulullah sallallahu aleyhi və səlləm deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmlə bircə çıxdıq. Amma Xeybərə hətta idə kənu biz sahbəyi. Deyir, Xeybər yaxınlığında Səhbə adlanan bir yer var. Xeybər, bilirsiniz də, yəni Məkkəyə yaxın yerlərdən biri. Yaxın bir yer vardı. Fəsallə asra. Biz deyir, orada əsr namazını qıldıq. ثُمَّ دَعَى بِالْأَزْوَادِ فَلَمْ يُؤْتَ إِلَّا بِالسَّوِيقِ. Və deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm azuqələri gətirməyi əmr etdi. Yəni, yemək üçün nə azuqəmiz var? Gətirin, yeyək. Sahabələrlə. Radiyallahu anh. Fələm yu'tə illə bis-səviq. Yalnız deyir, səviq gətirdilər. Yəni, sıyıq. Fəəmərə bihi fəfurriyə. Deyir ki, Suriyə dedikdə Suriyə var, Suriyə. O da var fəfurriyə. Bunlar nədir? Bir növ ıslatmaqdır. Yemək ısladırsa, nəyə? Çörək baxıb ısladırsa, nəsə, bax bu məna verir. Yəni, sıyıq elə bir yemək növüydür ki, onu ıslatmaq lazım idi. Islatmaq lazım. Ola bilsin, ondan bişirilir, vallahi alim. Fəəkələ Rasulullah sallallahu aleyhi və səlləm və əkəlnə. Və deyir, Allah Rasulü sallallahu aleyhi və səlləm bundan yedi və biz də yedik. Thumma qamə ilə məğribi fəmədə və mədmədnə thumma sallə və ləm yətəvadda. Və deyir, sonra Peyğəmbər sallallahu aleyhi və səlləm qalxdı məğrib namazına və ağzını yaxaladı. Yeməkdən sonra ağzını yaxaladı və biz də ağızlarımızı neynədik? Yaxaladıq. Alə ictimə qavmin əzvədi, yəni ən yecmə əzvədəhum və yectəmi'u aleyhə lə səyyəmə rifqə fissəfəri. İzə kənu rifqətən fə innə minə sünnətən yecmə'u əzvədəhum və yəquluhə cəmi'ən və həzəl ənə qəd lə yəkunu məvcudən. Baxsan ki, burada deyir Peyğəmbər sallallahu aleyhi və səlləm hələ faydalardan deyir ki, gətirin yeməklərdən yiyək, azuqələrdən, nə var gətirin. Bu nəyə davet edir? Rifqə. Yəni, bir-birinə olan sevgiyə, bir-birinə olan rifq, rafiqə, bizdə Azərbaycanlılar rəfiqə ilə qadınlara deyirlər, qadınlarla bir-birinə rəfiqə. Əslində, ümumi sözdür. Dost, yaxın. Yəni, özünü o qədər deyir, cəm halında deyir, oturub yeysən, bu özü deyir, nədir? Bir-birinə olan yaxınlıqdır, sevgidir, bir-birinə olan istəkdir. Bax, deyir, Peyğəmbər s.ə.v nə deyir? Deyir, gətirin. Və deyir, Peyğəmbər s.ə.v yedi və biz də başladıq yeməyə. Və o deyir, ağzını yaxaladı, biz də başladı ağzımızı yaxalamağa. Ona görə deyir, təəssüflər olsun ki, deyir, indi elə şey yoxdur. İndi hərən özün maşını, hər öz adamını götürür, 2 nəfər, 3 nəfər orada belə. Ona görə deyir, nə deyir, rifqlik, dostluq, məhəbbət yoxdur. Amma deyir, o vaxt elə bir minik yox idi. 30-40 nəfər bir gedirdi, 50 nəfər bir gedirdi və onlar nələr var idisə da, ondan hamı bir yerə toplayırdı, yeyirdi. Bax, fikir ver, burada deyir, faydalardan biri. Və deyir, orada deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, yeməklə azqalardan gətirin, yeyik. Və gətirə bir dənə yemək var idi. Çünki onun əksəriyyətində ondan yeməyi yox idi.
Və görürsən, deyir, burada deyir, bərəkəti və hamı deyir, kimdə o yeməkdən vardı, hamı ondan yedi. Siyıqdan yedi. Yəni deyir, burada nəyə deyir? Ola bilsin ki, neçə dənə cəmaat gedərsiniz, birində imkan olmaya, biri kasıb ola, ayaqda nəsə, bax, bu oradan faydalardandır ki, hamı ondan nədir? İstifadə edir ki, mən baxsan ki, ümrəyə gedirsən, insan var ki, bir dənə ümrə pulu var. Məsciddə nə versələr, özünüz şahid olanlar görürsə, ondan yer, xurmadan və... Amma görürsən ki, orada, yəni yemək şey eləyənlər nə edir? Açır, deyir, gəlsin. Özü üçün gətirmişdi azuqəsini. Amma baxır, çağırır hamını, olur 30 nəfər, 40 nəfər, bir dənə cərgə düzülür. Yəni, bərəkət nədir? Oradadır. Ona görə şeyx gətirir ki, yəni, cəm olmaq deyir, əsaslardan biridir. Cəmaat şəklində. كل ما سيارة وأهله وطعامه ولكن فيها سبق كانت سيارة كبيرة تحمل إلى 30 نفرا إلى 40 نفرا إلى 50 نفرا من مدن متعددة ويكونون جماعات في سيارة واحدة لأن السيارة قليلة ثم إذا نزلوا كل واحد يكون له مكان واثنين أو ثلاثة معه والثاني كذلك يعني كل مع أهل البلد هذا خلاف سنة والسنة أن نجمع كل واحد منا يأتي بزاده الذي معه ونجتمع عليه لما في ذلك من الإلفة البركة وهكذا رسول الله صلى الله عليه وسلم كان انظر دعا بالأزواج فلم يؤذي إلا سويق. Yəni ona görə də yaxşı olar ki, hamı bu sünnəyə riayət eləsin. Çünki bunun özü sünnədir. Həmçinin unudulmuş sünnələrdəndir. Sən əgər bunu qaytararsansa da, demək Peyğəmbər sallallahu unudulmuş sünnəsi neynisən? Qaytarırsan. Qaytarırsan. Burada da deyir, nədir? Böyük bərəkət var. Və kimsə bunu təzədən anlayıb davam edərsə də, oradan sana gəlir? Əcir gəlir. Və buna yaxşı olar ki, deyir ki, hərə öz ölkəsində, hərə öz yerində neynəsin bunu tətbiq etsin. Çünki deyir, özü bu bərəkətlidir. كأن قوما ليس معهم شيء وتعرفون أنهم في خيبر لم يكن معهم شيء كثير من أزواج حتى إنهم لما فتحوا خيبر جعلوا يأكلون البصل. Deyir ki, Xeybərə yaxın deyir, bunların deyir, heç nəyi yox idi. Yəni, Səvikdən başqa heç nəyi. Yedilər onu da yolda. Siz bilirsinizmi, deyir, Xeybər nətər fəth elədilər? Soğan yeməklə deyir. Ayrıqların yeməkləri yox idi, deyir. Yəquluna basalə. Soğan deyir, yeməklə deyir, oranı fəth elədilər. Fikir ver. Qarşısındakı hər cür yemək yəyən kafir, fəth eləyənlə, adi xırda bir soğanlarla, heç nə, cüzük bir soğanla deyir, yeməklə deyir, oranı fəth elədilər. Bu da Allahın nə idi? Onlara verdiyi bərəkətdir və Allahın nədir? Lütfüdür. Və dailəm əllə ənə insənə yənbəği ləhu ən yətəməd məda bə'ləl əkli لا سيما أكل الذي يكون في شيء من دسم حتى لا يعلق في أسنانه شيء من ذلك. Hədisdən çıxardan faydalardan əsas biri odur ki, yemək yedikdən sonra mədmanda eləmək. Niyə? Çünki orada yeməyin yağı və yaxud da ki, dişlərində qalan bir şey neynəsin? Təmizləsin, hətta iyi vurmasın. İyi, nədir? Vurmasın. İşarətü illə inayəti şər'i və dini İslamiyyə bin nəzafəti lə səyyəmə nəzafəm. Burada nə deyir? İslam, şəriət, din, yəni İslam dini ondan xəbər verir ki, təmizliyin, xüsusən də ağzın təmizliyinin necə də üstün olmasını. Ona görə insan dişini fırçalamaq, o özü nədir? Bu babdandır. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ümmətimə çətin olmasa, misvaqı vacib bilərdim. Fikri, ümmətimə çətin olmasa, misvaqı vacib bilərdim. Deyərdim. Hər fərz namazından sonra fikir ver. Əvvəl və sonra. Yeməkdən əvvəl və sonra. Hətta deyir ki, Bəssəm, müdərli əhkamı keçəndə Bəssəmin şərhində gətirir ki, orada, Bəssəmin şərhində. O hədisdə yəqin ki, gələcəkdir burada. Orada da Buxari Müslimdəndir o hədisdə. Deyir, Peyğəmbər dilinin qırağını, ağzının qırağını, misvaqla o qədər dilinin dibini təmizləyər, hətta eləyərdi. Yəni, öyərdi.
Sən ondakı xeyrə bax da. Sivaqdakı xeyrə bax. لأن فما في واقع هذا الطاحونة التي تطحن لك الطعام. Çünki deyir, ağız elə bir şeydir ki, o yeməyi orada əzir. Un halına, yemək halına, xırda şey halına çevirir, deyir. Və deyir, bütün deyir, ağzın qıraqlarında ağzın gözləri var özünün. Dodağın, həmin ağzın nədir? Özünün gözləri var. Yəni, göz dedikdə o deyir, hansı ki, o yağları, hamısı neynir onu çəkir özünə. Onlar göz deyir. Yəni, elmi dildə ona nə deyir? Məməciklər var da, xüsusi. Ki, o qıraqda. Dilin üstündə yumru məməciklər var ki, tamı neyləmək üçün? Bilmək üçün, dadmaq üçün. Birlikdə dili tamı nə dadır? Dil bilir də. Və deyir, o deyir, bütün deyir, yayılır orada. Sən bilmirsən deyir. Oradan elə bir iyi vurur ki, deyir. Hətta ki, çoxlu yağ yemək yedinsə də, çalış artıq deyir, madmadadan başqa, yaxalamaqdan başqa, çalış misvaqla təmizlə və ya dişini yum. Bunu buradan elm də isbat edib ki, hər yeməkdən sonra dişi yumaq. Ki, o iyi nədir? Orada qalmasın. Və onun üçün, əgər deyirsən, deyir, bunları eləyərsənsə, xüsusən deyir, cismin deyir, bədənində olan cisimdə, mədə və yaxud ağız heç bir nədir, sıxıntılar, problemlər nədir, baş verməz. Və deyir, bu da deyir, özü deyir, sünnədəndir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, biz etdik və sahabələr də bunu deyir, başladı eləməyə, etməyə. Deyir, o deyir, mədmada elədik, biz də deyir, elədik, mədmada elədik. Yəni, ağzımızı yaxaladıq. Və bu da deyir, Allah Rasulü sallallahu aleyhi və səlləmin sünnəsidir. Bizdə isə bu da unudulan sünnədir. Desəm ki, kimsə yeməkdən sonra cəb ağzını yaxalayır, az bir adam. Yeməkdən öncə əl yumaq, sonra yumaq, az bir adam. Ona görə də bu unudulmuş sünnələrdir. Bunları nə etmək lazımdır? Qaytarmaq lazımdır. Və sonra başqa bir hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Meymuna radiyallahu anhının evində orada deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, qoyunun deyir, kətfinlə, yəni kürəyindən, belindən yedi və dəstəmaz almadı. Yəni, bunu keçən dəstədə keçmişik. Yəni ki, qoyun, bişmiş qoyun ətindən və yaxud da bişmiş nərin odun üzərində ondan yeni dəstəmaz alınmaması. Yalnız istisnadır, dəvədir. Və sonra gətirir ki, yaxşı süd içdikdən sonra belə bir şey də olurmu? İbn Abbas radiyallahu anh rəvayət olunur ki, şəribə ləbənə fəmadmə və qalə ləhu innə ləhu dəsəmən. Və deyir, İbn Abbasdan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, südü içdi və ağzını yaxaladı və belə dedi ki, onda çoxlu yağ var və ya bu yağlıdır. Yəni, buradan da görünür ki, yağlı bir şey gəldikdə nə etmək lazımdır? Ağzı yumaq lazımdır. Başqa bir hədisdə gətirir ki, belə bir bab açır. Yuxudan oyandıqda sonra dəstəmaz almaq və ya ağzı yaxalamaq olarmı? Və belə bir şey gətirib, bab açır. Müjdeləməyə görə dəstəmaz almağı vacib saymayan kimsələr. Yəni, belə bir şey də açır. Yəni ki, bəzinə görə müjdələmək dəstəmazı pozmur, bəzilərinə görə dayanmalıdır. Yəni, belə bir bu bab açaraq hədis gətirir ki, Buxar rahiməhullah, Ayşə radiyallahu anhdan İzə nə'sə əhədukum və huvə yusalli fəli yərqudu həttə yəzhəbə anhu nəvm. Sizdən biriniz namaz qılarkən mürcələyərsə, qoy yuxusu dağılıb gedənə qədər yatsın. Və-ruqud, və-istəlqa, və-nu'sən, və-navm. Bunun hamısı yatmaq babına daxildir. İstəlqa uzanaraq mürcələmək. Ruqud, yatmaq. Nu'sən, yuxulu. Və yaxud da nəsən, yuxulu. Navm, sönmək. Sönübsən də əməli başı. Yəni, bunlar hamısı yatmaq babına aiddir. Sonra gətirir ki, onda deyir, əgər deyir, namazda gəlirsə, axırda yuxuluyor, yorğun gəlib də, işə namazına gəlib, yorğundur, deyir, qoy yatsın. Niyə? Fəinə hədəkum izə sallə və huvə nə'isun. Əgər deyir, sizdən birinizdir, yuxulu halda namaz qılarsa, lə yədri, ləalləhu yəstəqlü və yəsubbu nəfsə.
Ola bilir Allahdan bağışlanma diləyə bilər. Ola bilər deyir, özünə söyüb, özünü təhqir eləyə bilər. Çünki deyir, özündə deyir, nədir, yuxulu halda insan gedicəli olur da, özü üçün deyir, problemi şeylə istəyə bilər. Şeyx gətirir ki, dəstəmazın pozulmaması yuxulu halda öncəki deyir, dərslərdə keçdik. Yəni, keçdik onun ki, hansı hallarda pozulur, ixtilaf nədir? Bunu deyir, racih odur ki, əgər sən də yatdığın halda hiss edirsən ki, dəstəmazın pozulmuyub və ya pozulub, onu hiss edirsənsə də, yəni beyin yatmır, biraz gözlər gedir. Orada problem yoxdur. Dəstəmaz olmadan durub namazını elə almadan qıla bilərsən. Amma tamamilə söndünsə də, hiss etmirsən heç nə, onda artıq nə insən, durduqdan sonra dəstəmaz alırsan. Buradan deyir, dəlildir ki, insan deyir, öz nəfsini deyir, rahatlaşdırsın. Çünki nəfsində haqqı var. Bədənin insan üzərində haqqı var. Çox yormaq da olmaz. Bədəni çox yormaq da olmaz. Əgər deyir, namaz möhtacsansa yatmağa, namazı dayandırmalısan. Deyir, iş adına gəlibsən, vaxtı çoxdur. Namazı dayandırmalısan. Yat 1 saat, 2 saat gözünün yuxusunu al, sonra dur, nədir? Rahat namazını qıl. أولا لأن نفسك عليك حق لأنك لا تدري ما تقول أحيانا مع شدة النعسان لا يدري إنسان ربما يريد أن يقول رب اغفر لي فيقول اللهم عاقبني. Ola bilər ki, insan deyir, Rabbi xfirli yerinə, Allah məni bağışla deyir yerinə, deyir ki, Allah məni aqibətləndir. Yəni, əzabla aqibətləndir. Əzabla əzablandır. İnsan demək nə bilər? Dəyişə bilər. Və deyir, ola bilsin, insan deyir, Sübhənə Rabbiyəl ə'lə əvəzinə azim deyə bilər. Yerlərini dəyişik deyə bilər. Yəni, bunlar hamısı deyir, nə deyir? Yuxulu halda baş verir. Və insan üzərinə olan odur ki, dincəlsin, sonra rahat namazını qılsın. Hətta, haşa, insan ola bilər ki, hətta Allaha da üsyan eləsin. Yuxulu halda namazda Allaha da neynəsin? Üsyan eləsin. Və də deyir, vacib olan odur ki, sən deyir, nəfsinin çobanısan. Yəni, deyir ki, də başçısan. Yəni, əmrisən, sahibisən, nəfəsən başa düşür. Yəni, bu nəfs səndən asılıdır da, sən onu dincətmədən ibadətə, neynəmə, yönəlmə, çünki böyük xatalar edərsən. Sonra yeni bir bab açır. Burada kifayətlənək. Allah subhanahu bizə kifayətlərdən etsin. Subhanəkə Allahum həmdik. Əşhədu ən la iləhə illə ənd. Əstəğfiruka və ətûbu ileyk.